Hər kəsə salam. Bugünkü dərsimizdə sizlərə statistik hesabatların bir növü olan 4 nömrəli əmək statistik hesabatını izah edəcəm. İlk olaraq daxil oluruq stat.gov.az saytına. Bu sayta daxil olduqdan sonra biz e-xidmətlər hissəsindən statistik hesabatların təqdim edilməsi hissəsinə keçirik. Burada rəsmi statistik hesabatların təqdim edilməsi hissəsindən bizə lazım olan hesabatı. Yəni biz hal-hazırda əmək statistikası hesabatını verirsə, tapırıq əmək statistikası. Bura daxil oluruq. Burada əmək statistik hesabatının müxtəlif formaları qarşımıza çıxır. Bizə lazım olan isə 4 nömrəli əmək statistik hesabatdır. Bir məsələni diqqətinizə çatdırım. Kiçik, orta və iri sahibkarlıq subyekti bu hesabatı aylıq olaraq təqdim edir. Mikro sahibkarlıq subyektləri isə bu hesabatı rubli olaraq təqdim edir. Daha sonra biz daxil oluruq. Daxil olandan sonra bizə 2 seçim verir. Və biz istəsək asan imza ilə, istəsək kod parol vasitəsilə sistemə daxil ola bilərik. Sistemə daxil olduqdan sonra bizim üçün belə bir pəncərə açılır. Bax, burada hesabatın son təqdim olunma tarixi 15 dekabr olaraq göstərilir. Əgər cari ayda müəssisənin heç bir fəaliyyəti olmayıbsa, yəni əmək haqqı hesablanmayıbsa, burada fəaliyyətim yoxdura klik edirəm. Lakin biz əmək haqqı cədvəlinə baxsaq görək ki, bizdə cari ayda əmək haqqı hesablanması baş verib. Məhz buna görə də biz bu hesabatı doğru şəkildə, düzgün şəkildə təqdim etməliyik. Diqqət etməli olduğumuz digər məqam isə İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsidir. Bu maddə əsasən statistik hesabatın vaxtında verilməməsinə və ya təhrif olunmuş şəkildə verilməsinə görə 300 manatdan 500 manata qədər bizi cərimə gözləyir. Odur ki, statistik hesabatı həm vaxtında, həm də dəqiq şəkildə vermək lazımdır. İlk olaraq bizdə açılan pəncərəyə baxsaq, ən birinci xanada bizdə hesabat dövrünün əvvəlinə işçilərin sayını istəyir. Biz baxırıq ki, bizim hesabat dövrünün əvvəlinə işçilərin sayı 5 nəfərdir. Bax, bura qeyd edirik 5 nəfər. Əgər cari ay ərzində bizə yeni işçi qəbul olunubsa, həmin o işçilərin sayını bura qeyd edirəm. Bundan başqa, bizdə əgər cari ayda işçinin əmək müqaviləsinə xitam vermiş isə, bax, burada işdən azad edilmiş işçilərin sayı haqqında bölmədə onu əks etdirəcəm. Və burada onun səbəblərini bizdən soruşur, işçinin öz təşəbbüsü. Bundan başqa, ixtisar edildikdə və ya əmək müqaviləsinin qurtarmasına görə və digər səbəblərə görə bizdə işdən azad edilmə ola bilər və onu da uyğun olaraq hər birinin öz yerində, öz xanasında qeyd edəcəm. Növbəti xanada isə biz baxırıq, hesabat dövrünün axırına olan işçilərin sayı bizdən istəyir. Bizdə elə, yenə olduğu kimi 5 nəfərdir və bunlardan neçə nəfər qadındır. Biz siyahıya baxsaq, görürük ki, bizdə bir nəfər xanım var və bu bir nəfəri qeyd edirəm bura. 11-ci sətirdə isə bizdə orta aylıq işçilərin sayını soruşur. Biz yenə bura qeyd edirik 5 nəfəri və burada faktiki işləmiş işçilərin sayı 5 nəfər, onlardan qadındır. Bir nəfər xanım var idi və bizdə hesablanmış əmək haqqı fondunu istəyir. Biz bura baxırıq ki, hesablanmış əmək haqqı, mükafat və məzuniyyətin cəmi bizdə elib 10.500 manat. Qeyd edirəm 10.500 manat. Bundan başqa 10.500 manatı ondan aşağıdakı sətirdə yazıram. Bundan başqa bizdə qadın işçinin əmək haqqısını soruşur 1900 manat. Qeyd edirəm bura. Sonuncu sətirdə isə bizdə həm işləmiş adamların sayı, həm də ki, onların saat miqdarına olan nisbətini istəyir. Bunu da biz necə tapırıq? Bunu istehsal təqvimindən daxil oluruq. İstehsal təqvimindən daxil olduqdan sonra burada dekabr ayında aylıq iş norması 175 saatdır və bizdə 5 nəfər işçi var. Bunun hesablanma qaydası bu şəkildə olacaq. 5 nəfəri vuracam 175-ə. Lakin burada mində bir dəqiqlik istədiyi üçün böləcəm 1000-ə. Bu da eləyir 0.875. Bu hissəyə də yazıram 0.8. Və sonuncu hissədə isə burada bu hesabatın təqdim olunmasına, tərtib olunmasına sərf olunan zaman istəyir. Mən də bura 1 dəqiqə olduğunu qeyd edəcəm. Hesabata bütün rəqəmləri yazdıq. Son olaraq da yadda saxlanı basaraq biz hesabatı yadda saxlayırıq. Əgər hər hansı bir xəta baş versə, bu hissədə həmin o xəta əks olunacaq. Bundan başqa biz həmin o hesabatı PDF formasına çevirib öz kompüterimizin daxili yaddaşında saxlamamız tövsiyə olunur. Siz də bu və ya bunun kimi digər faydalı videoları qaçırmaq istəmirsinizsə, səhifəmizi izləməyi unutmayın. Növbəti dərslərdə görüşərik.